Salam dəyərli şagirdlərimiz, xoş gördük hər kəsi. Monitorinq imtahana dəstək məqsədi ilə çəkdiyimiz video izahları növbəti buraxılışında sizlərin hər birini xoş gördük. Bugün də bir neçə test tapşırığı üzərindən sizlərə çox vacib bir neçə məqamı çatdırmağa çalışacağam. Hazırsınızsa başlayaq. Dərsimizə başlamamışdan qabaq qısa bir elanı sizlərlə paylaşmaq istəyirəm ki, monitorinq imtahanına daha kəsə, rahat bir yolla hazırlaşmaq istəyirsinizsə, bizim sınaqlar qrupuna qoşularaq həm sınaqlarımızı işləyə, həm də onların video izahlarından tanış ola bilərsiniz. Monitorinq qrupumuza qeydiyyatdan keçmək üçün dəyərli valideynlərimiz 050 515 42 77 nömrəsinə yazaraq qeydiyyatdan keçə bilərsiniz. Bir daha deyirəm, qrupumuzda hər gün günün müəyyən saatlarında sınaqlar və onların video izahları paylaşılır. Video izahlarda şagirdlərə dərslə bağlı praktiki izahatlar, praktiki fikirlər və istiqamətlər verilir. Dəyərli şagirdlərimiz, çox uzatmadan istəyirəm ki, keçəyin bir neçə test tapşırığı üzərindən vacib nüansları sizə çatdırmaq istəyirəm. Dəyərli şagirdlərimiz, 55-ci sualda qeyd olunur ki, hansı şəkildə şüa təsvir olunub? Baxın, ümumiyyətlə, xətlərlə bağlı dərslərdə şagirdlərin bilməli vacib olduğu nüanslardan biri budur ki, şagird düz xəttin nə olduğunu bilməlidir. Dəyərli şagirdlərimiz, düz xətt nədir? Düz xəttin nə əvvəli var, nə axırı var. Yəni, məsələn, burada ola bilərdi ki, qeyd olunsun ki, hansı şəkildə düz xətt təsvir olunub? Yəni, şagird bilməlidir ki, əgər variantlardan hansısa birində müəyyən bir düz xətt çəkilibsə və bunun başlanğıcı və sonu yoxdursa, biz buna deyirik düz xətt. Daha sonra biz bilməliyik nəyi? Şüa nəyə deyilir? Onu axıra saxlayacağam. İkinci gəlir parça. Dəyərli şagirdlərimiz, parçanın əvvəli və axırı var. Baxın, B bəndində olan parçamız, daha doğrusu xəttimiz parçanı özündə ehtiva edir və burada parçanın əvvəli də var, axırı da var. Və parça Latın əlifbasının böyük hərfləri ilə nişanlanır, işarə olunur. Daha sonra C bəndində bucaq təsvir olunur. Bucaq iki düz xəttin bir nöqtədə birləşməsindən əmələ gələn, belə deyək, fiqurdur. Və biz bucaqlarla bağlı bir neçə məqamla tanış olmuşuq ki, bunlardan birincisi odur ki, bucaqlar ibtidai sinif səviyyəsində aşağıdakı kateqoriyalara bölünürlər. Bunlardan birincisi iti bucaqdır. İti bucağın dərəcə ölçüsü biz bilirik ki, 1 dərəcədən 89 dərəcəyə qədər davam edir. Yəni 1 ilə 89 arasında nə qədər bucaq varsa, biz buna deyirik ki, bunlar hamısı iti bucaqdır. 2 dərəcəli bucaq, 50 dərəcəli bucaq, 80 dərəcəli bucaq fərq eləməz. Bunlar hamısı adlanır necə bucaqlar? Əlbəttə ki, iti bucaqlar. Bucağımız gəlib 90 dərəcədə dayandı. Baxın, bu 90 dərəcəli bucaqdır və biz 90 dərəcəli bucağa deyirik ki, bu bucaq düz bucaqdır. Dəyərli şagirdlərimiz, bəzən mülahizələr qoyurlar, iti bucaq düz bucaqdan kiçikdir. Bəli, həqiqətən, baxın, 90 dərəcədən kiçik olan bütün bucaqlar, yəni 1, 2, 3, ta 89 dərəcə daxil, hamısı iti bucaq adlanır. Və bunlara biz deyirik nə? Yəni mülahizə çıxır ki, bütün iti bucaqlar düz bucaqdan kiçikdir. Yəni bunu da biz öyrənmiş olduq. Yəni belə deyək ki, çalışın ki, mülahizələri öyrənmək üçün həmin mülahizələrlə bağlı olan şərtləri mütləq şəkildə biləsiniz. Bu olduqca vacib bir nüansdır. Daha sonra gəlir dəyərli şagirdlərimiz kör bucaqlarla bağlı olan məsələ. Yəni, kör bucaq nəyə deyilir? Siz buna mütləq şəkildə bilməlisiniz. Yəni, kör bucağın nə olduğunu tərif olaraq, belə deyək, əzbərləməyə ehtiyac yoxdur. Sadəcə şagird bilməlidir ki, kör bucaq nədir? Əlbəttə ki, kör bucaq 91 dərəcədən, dəyərli şagirdlərimiz, 179 dərəcə daxilində olan bütün bucaqları özündə əks elətdirir. 92, 93, 94, 95 ta 179 dərəcəyə qədər. Və əgər mülahizə qoyulursa ki, bütün kör bucaqlar düz bucaqdan böyükdür, bu mülahizə doğru olacaq. Və yaxud bütün iti bucaqlar kör bucaqdan kiçikdir, bəli, bu doğru olacaq. Ona görə də məsələnin mahiyyətini başa düşmədən biz, belə deyək, həmin o mülahizələrin öhdəsindən inanın ki, gələ bilmərik. Və bəzən mən
doğru yanlış tipli məsələ və misalların həlli zamanı ən çox müşahidə etdiyim şey budur ki, şagirdlər bu istiqamətdə səhv edirlər. Niyə görə? Çünki mahiyyətini başa düşmürlər. Deməli, dəyərli şagirdlərimiz, öyrəndik ki, kör bucaqda 91 dərəcədən 189 dərəcəyə qədər olan hissəni özündə irtiba eləyir, əks elətdirir. Gəlir 180 dərəcəli bucaq, dəyərli şagirdlərimiz. 180 dərəcəli bucaq olacaq necə? Əlbəttə ki, açıq bucaq. Baxın, bu açıq bucaqdır və bunu da burada öyrənmiş olduq ki, açıq bucağın da dərəcə ölçüsü 180 dərəcədir. Deyəcəksiniz, müəllim, biz bunları bilirik, amma biliyin təkrar olunması bizə zərər verməz ki, ancaq xeyir gətirər. Dəyərli şagirdlərimiz, bucaqla da bağlı bir məsələni öyrənmiş olduq. Baxın, burada nə təsvir olunub? Çevrə təsvir olunub və biz çevrə haqqında ən çox bizi çaşdıra bilərlər nə ilə? Radiusla, diametrlə. Baxın, bu diametrdir, dəyərli şagirdlərimiz. Əgər çevrənin mərkəzindən keçən və onun iki tərəfini birləşdirən bir xətt görürsünüzsə, bu olacaq diametr. Və bir dənə diametr, dəyərli şagirdlərimiz, bir dənə diametr 2 dənə radiusa bərabərdir. Bu nə deməkdir? Mən bunu yazdım belə, bu bizə harda kömək ola bilər? Məsələn, verir ki, çevrənin radiusu 4-dür. Əgər çevrənin radiusu 4-dürsə, demək onun diametri olacaq 8 sm. Baxın, bunlar arasında qarşılıqlı bir əlaqə var. Bərabər deyirlər, ha. Qarşılıqlı bir əlaqə var. Yəni, radius həmişə çevrədən kiçik olmalıdır və 2 dənə radius, baxın bir daha deyirəm, 2 dənə radius bərabərdir bir dənə diametrə. Bunu da öyrənmiş olduq. Dəyərli şagirdlərimiz, bizdən burada nəyi soruşurdu? Şuanı soruşurdu. Şuaya tərif verilən zaman bu cür tərif verilir ki, şuanın başlanğıcı var. Baxın, A bəndində qeyd olunan kimi başlanğıcı var, sonu yoxdur. Bu şua ilə bağlı olan fikirdir və bunu da biz bir nümunə üzərindən öyrənmiş olduq. Dəyərli şagirdlərimiz, bir məsələni sizlərlə paylaşmaq istəyirəm ki, bu cür video izahların davamlı gəlməyini istəyirsinizsə, kanalımıza abunə olmağı, videolarımızı bəyənməyi və öz dostlarınızla paylaşmağı unutmayın. İkinci 56-cı sual gəlir ki, bu tip suallar da şagirdlərə bəzən çətin gəlir. Çünki variantlarda bu hərfləri görürlər. Başlayırlar ki, biz bunu necə seçəyək, hardan başlayaq, necə müəyyənləşdirək ki, burada bu amilin doğruluğu var, yoxsa yoxdur. Baxın, burada dəyərli şagirdlər, həmişə yadınızda qalsın ki, burada yazıb bucaq, K, L, bir də M. Burada yadınızda qalsın ki, həmişə bu L, baxın, bu hissəni bildirir. Baxın, təpə nöqtəni bildirir. Yəni, ortada gələn hərf təpə nöqtəsini bildirir. Deməli, əgər L təpə nöqtəsidirsə, D variantı olmayacaq. Ya A variantıdır, ya B variantı, ya C variantıdır. Baxın, buradan sayırıq. K, L, bir də M. K, L, bir də M. K, L, bir də M. Uşaqlar, bizdən nə istəyir? Kör bucağı istəyir. Kör bucağı istəyirsə, baxın, bu düz bucaqdır. Yadınızda qalsın. Belə bir işarəni görürsünüzsə, bu düz bucaqdır. Və bu da düz bucaqdan kiçikdirsə, bu olacaq bizim testimizin doğru cavab variantı C bəndi. Amma təsvirlər üzərindən, müəllim, biz bunu necə ayırd eləyək deyirsinizsə, bu hissədə diqqətli olmağınız vacibdir. Uşaqlar, baxın, bu bizim kör bucağımızdır. Kör bucağın dərəcə ölçüsü oldu nə qədər? 90 dərəcə. Bu kör bucaq içəri doğru yığıldıqca, içəri, yəni baxın, bu istiqamətdə yığıldıqca, bunu bizim iti bucağı özündə əks elətdirir. Baxın, burada içəriyə doğru yığılıbmı? Bəli, müəllim, yığılıb. Bu olacaq bizim iti bucağımız. Amma kənarlara doğru, yəni bu istiqamətdə genişlənirsə, bu da olacaq necə? Əlbəttə ki, bizim kör bucağımız. Amma tam ki genişləndi, bu cür oldusa, bu da olacaq necə də bucaq? Əlbəttə ki, açıq bucaq. Baxın, burada iki variantda kör bucağı biz gördük. Amma sizə deyirəm yenə, həmişə ortada gələn hərf bizim təpə nöqtəsini bildirəcək. Ona görə doğru cavab variantı olacaq C bəndi. Baxırıq 57-ci sualımıza. 57-ci sualda qeyd olunur ki, 360 dərəcənin, bir məlumat da deyim sizə, 360 dərəcəli bucaq tam bucaqdır. Tam bucağın dərəcə ölçüsü olacaq necə? 180 dərəcə. Müəllim, bu hardan gəldi? Baxın, bu bizim üçün bir dənə nə bucağıdır? Açıq bucaqdır. Baxın, bunun üstündə bir dənə bucaq var, altında bir dənə bucaq var. Olur 360 dərəcəli bucaq. Yaxşımı? Yəni, çevrənin daxilindən keçən diametri xatırlayırsınız və orada 2 dənə bucaq əmələ gəlir. Biri altda, biri üstdə. Bu da bizim üçün verir tam bucağı, yəni 360 dərəcəni. Uşaqlar, baxın, bu tip suallarda diqqətli olmağınız vacibdir. Niyə görə? Burada bir neçə məsələ var. Baxın, burada deyir ki, gəlin biraz lövhəmizi təmizləyək ki, aydın sizin üçün
başa sala bilim. Uşaqlar, deyir ki 360 dərəcənin 5-də ikisini tapın. 360-ı bölürsünüz 5-ə, vurursunuz 2-yə. Həmişə ədədin hissəsini tapanda məxrəcə bölürsünüz, surətə vurursunuz. 360-ı 5-ə böləndə və 2-yə vuranda bizə verəcək 144 dərəcəni. 144 dərəcəli bucaq, bayaq da keçdik sizinlə, deyirsiniz müəllim. Bayaq siz dediniz ki, 91 ilə 179 arasında olan bütün bucaqlar kör bucaqdır. Və 144 dərəcəli bucaq bunların arasında yerləşdiyinə görə biz buna deyirik necə bucaq? Kör bucaq. Dəyərli şagirdlərimiz, necə deyərlər, 100 eşitməkdənsə bir görmək yaxşıdır və siz də bugün əslində eşitdiklərinizi praktiki olaraq bir neçə misal üzərində tətbiq eləmiş oldunuz. Qeyd edim ki, tapşırıqlar İZA nəşriyyatının 4-cü siniflər üçün nəzərdə tutduğu monitorinq kitabındandır. Yəni çox faydalı bir vəsaitdir həqiqətən. Dəyərli şagirdlərimiz, son olaraq qısa bir məlumatı sizlərlə paylaşıb video izahımızı yekunlaşdıracağam. 4-cü sinif şagirdləri üçün sınaqlar qrupumuzda hər gün Azərbaycan dili və riyaziyyat fənlərindən video izahlar, sınaqlar və sınaqların izahları paylaşılır və bu proses may ayının 15-nə kimi davam eləyəcək. Ödəniş sadəcə bir dəfə olunur, yəni bir dəfə ödəniş eləməklə may ayının 15-nə kimi hər gün onlayn sınaqlardan və onların video izahlarından faydalana bilərsiniz. Ümid edirəm ki, video izahlarımız sizlər üçün faydalıdır. Təşəkkür edirəm. Növbəti video izahda görüşənə qədər.